ruzi bərəkət və yeni nailiyyətlər gətirsin. Milli birliyimiz, həmrəyliyimiz və vətənə bağlılığımız daimi sarsılmaz olsun. Bayramınız mübarək olsun. Azərbaycan Respublikasının Mina Təmizləmə Agentliyinin əməkdaşı dünyasını dəyişib. AzXəbər.com-un məlumatına görə 2004-cü il təvəllüdlü Orxan Məhərrəmov bir neçə gün komada qaldıqdan sonra vəfat edib. Bildirilib ki, Orxan Məhərrəmov Malayziyanın Kuala Lumpur şəhərində təlimdə olarkən halı pisləşib. Daha sonra ona iynə vurulduqdan sonra isə komaya düşüb. Mərhumun cənazəsi Bakıya göndəriləcək. Vətənimizin minalarının təmizlənməsi, torpaqlarımızın təhlükəsizliyinin təmin olunması naminə göstərdiyimiz fədakar və məsuliyyətli fəaliyyət hər birimiz üçün böyük qürur xəbəridir. Fövqəladə Hallar Nazirliyinin kadr siyasəti baş idarəsinin rəis müavini vəzifəsindən azad olunub. Bununla bağlı Fövqəladə Hallar Naziri general-polkovnik Kəmaləddin Heydarov əmr imzalayıb. Əmrə əsasən Mübariz Abduyev öz ərizəsi ilə vəzifəsindən azad olunaraq dövlət qulluğunda son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Qeyd edək ki, Mübariz Abduyev Dövlət Gömrük Komitəsinin hava nəqliyyatında Baş Gömrük İdarəsinin sabiq rəisi, Gömrük general-mayoru Sadiq Abduyevin qardaşıdır. Sadiq Abduyev 2018-ci ildə dərman mafiyasına qarşı hüquq mühafizə orqanlarının gömrük xidmətində keçirdiyi əməliyyat zamanı vəzifəsindən azad olunub.